Riga şəhəri, 34-cü ölkə vloqum Latviya. Estoniyadan Latviyaya avtobusla cəmi 20 manata gedirik. Avropa içi biletlər çox ucuz olur. Gecəni dincəldikdən sonra 5 euroya bilet alırıq. 24 saatlıq limitsiz bilet. Rigada nəqliyyat vasitəsi kimi avtobus və tramvay işləyir. Dönərlə kollaya 12 manat pul vermişəm. Yeməyimizi yeyib doyandan sonra düşürük şəhərin canına. Bu gördüyünüz Riga'nın müstəqillik abidəsidir. 1938-ci ildə noyabrın 18-i açılıb. Bu abidə Riga şəhərinin müstəqilliyinə həsr olunub. Şəhərdə geniş parkların sayı çoxdur. Riga əslində çox balaca bir şəhərdir. Bir gün ərzində bütün şəhəri gəzə bilərsiniz. İndi isə gedirik şəhərin mərkəzinə. Hara baxsan bax gözünə kilsə dəyir. Bu heykəlin yaşı mənimlə eyni yaşdadır. 1990-cı ildə tikilib. Yuxarıda gördüyünüz qıfıla əl vursanız uğur gətirəcəyinə inanılır. Maşın dikildiyi üçün 15 metr boyum var. Gedək şəhərin başqa görməli yerlərinə. Bu gördüyünüz Riga qalasıdır. 1330-cu ildə tikilib. Qəribə səslənsə də prezidentin iqamətgahı buradır. Bura Baltik dənizinin bir körfəzi Riga sahilidir. Bu mənzərəni görəndə özümü İstanbulda hiss etdim. Bir dənəsi bəs eləmirdi. Iron Bridge şəhərin simvollarından biridir. Yəni dəmir körpü. Tarixi tikililərdən biri hesab olunur. Şəhərin bir nöqtəsindən digər nöqtəsinə nəqliyyat vasitələrinin keçməsi üçün inşa olunub. Bu Peter Bazilika kilsəsidir. Tarixi 1204-cü ilə kimi gedib çıxır. Baltik regionunun ən qədim və məşhur kilsələrindən biridir. Əgər Riganı yüksəkdən izləmək istəyirsinizsə, bura gəlib izləyə bilərsiniz. Gotik üslubunda tikilmiş bu kilsənin uzunluğu 123 metrdir. Qırmızı kərpicdən istifadə olunub. Bugün bura həm kilsə, həm də turistik məkan kimi istifadə olunur. Ən çox da şəhəri yüksəkdən izləmək üçün bura gəlirlər. Yuxarı qalxıb baxmaq üçün bilet 8 evrodur. Bura şəhəri 360 dərəcə bucaq altında görməyə imkan verir. Daugava çayı, Riga qalası və kilsəsini asanlıqla buradan izləyə bilərsiniz. Elə şəhər gördüyünüz qədərdir. Yəni bayaq da qeyd etdiyim kimi, cəmi bir gün içində bütün şəhəri gəzə bilərsiniz. Şəhər haqqında maraqlı bir məlumat çatdırım. Buradakı binaların bəziləri əyilib. Səbəbi isə torpağın yumşaq olması və orta əsrlərdə tikinti texnologiyalarının fərqli olması idi. House of the Black Head, Old Town'da yerləşən tarixi tikintilərdən biri hesab olunur. 1334-cü ildə tikilib. Şəhərdə ən sevdiyim şeylərdən biri isə Lido restoranı oldu. Lido restoran zənciri Rigada olduqca məşhurdur. Açıq bufet restoranıdır, lakin götürdüyünüz hər bir şeyin qiyməti ayrı-ayrılıqda hesablanır. Avropada gördüyüm ən ucuz və keyfiyyətli restoranlardan biri oldu. Burada ənənəvi milli mətbəxin dadına baxa bilərsiniz. Yığdığım bu yeməklərə cəmi 20 manat pul ödədim. Yeməkdən sonra isə əşyalarımı götürüb qayıdıram aeroporta. Norveçin Oslo şəhərinə. Daha maraqlı ölkə vloqları üçün səhifəmizi izləməyi unutmayın. Hələlik.